Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. May ayının 8 olmasına baxmayaraq rayonun Xınalıq kəndi və ətraf dağlıq ərazilərdə qarlı hava şəraiti müşahidə olunur. Gecə saatlarından başlayan qar yağışı kənd və dağ yollarını ağörpəyə bürüyüb. Hazırda ərazidə hava soyuq və küləkli keçir. Yerli sakinlərin sözlərinə görə bu ərazilərdə belə hava şəraiti yaz aylarında nadir hallarda da olsa müşahidə olunur. 8 may 2026-cı ildə Xınalığa qar yağıb. Bəzi yerlərdə qarın hündürlüyü harca 3 santimetrə çatıb. Düzdür, qar yağdıqca əridi. Əgər əriməsəydi, harca bir 15-20 santiyə çatardı. Çox güman ki, gecə də qar yağa bilər. Çünki hal-hazırda qar kəsilib, hava soyudu. İnşallah inanıram ki, hər şey öz qaydasına düşər. Qeyd edək ki, son günlər ölkənin şimal bölgəsində hava şəraiti qeyri-sabit keçməkdə davam edir. Elçin Şuşalı, Qafqaz TV üçün.